Kiminə laləli sehrangah olmuş, kiminə quyudur tələdi həyat. İnsanı üyüdür dəyirman kimi, sonra da ələkdə elədir həyat. Yolları gah nurlu, gah dumanlıdır, gah bəla gətirən, gah qəm alandır. Kiminə dalğalı bir okeandır, kiminə damcıdır, gilədir həyat. Bu ömrü də tələbələrimizə verilir. Belə ağıllı tamaşaçılarımız var. Tamaşanı oynamamışdan əvvəl. Görün bizdə elələri var mı? Yox. Elə müsabiqə olur ki, hamısında mənim tələbələrim deyil. İlərəyə nəfəsi tutulmuş olmalı. Görək, sağ olsun. Salam əziz izləyicilər, Bizimkilər proqramında xoş gördük. Qonağımız tanınmış aktyor, qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nadir Hüseynovdur. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Salam Nadir müəllim, xoş gördük. Sağ olun. Nə var, nə yox, necəsiz? Sağ olun. Görürsünüz, işləyirik tələbələrimizlə. Deyir, sizi harada axtarsaq, mütləq universitetdə taparıq. Bütün günü biz tələbələrlə birlikdə. Nə az, nə çox, düz 45 ildir pedaqoji fəaliyyətlə məşğulsunuz. Siz praktik aktyor kimi heç elə bir teatr mövsümündə çalışmamışsınız da. 1975-ci ildə indi bugün müəllim kimi çalışdığınız, o zaman İncəsənət İnstitutu adlanan ali məktəbi bitirmişsiniz. Sonra arada bir əskəri xidmətdə olmuşsunuz, bir balaca teatrda çalışmışsınız və ondan sonra bütün həyatınız bax bu universitetin divarı arasında keçir. Aktyorluq və qiraət ustası. Əslində bunlar bir-biri ilə bağlıdır və pedaqoji fəaliyyət. Siz daha çox pedaqoq müəllim kimi də, pedaqoq kimi tanınırsınız. Eyni zamanda Sovet dövründə dəbdə olan bir veriliş var idi. Ozan folklor toplusu. O dövrdə bir televiziya var idi məmləkətdə. Yəni, ana televiziyamızda, indiki ASTV dediyimiz. Və siz orada gənc vaxtınızdan çox populyar idiniz, verilişin aparıcısıydınız. Mən elə ikinci kursda oxuyanda Azərbaycan televiziyasında dəvət olunmuşdur. Orada şeirlər söylüyorduk. Sonra 1973-cü ildə rəngli televiziya açıldı. Və məni də aparıcı kimi dəvət edədilər. Daha doğrusu seçildik. Nə qədər tələbənin, gəncin içərisindən məni seçdilər. Demək, bahar təranələri veriliş oldu. Bir də may sevirtən 3 saatlıq veriliş idi. O verilişdə aparıcı mən idim. Bir də rəhmətlik Vəfa xanım, Vəfa Fətullayeva. O da İncəsənət Universitetindən seçilmişdi. Tələbi idi onda biz. Və sonra mənim elə yolum daha doğrusu oradan elə bədii qiraətə yönləndi. Televiziyada şairlərimizin şeirlərini ifa elədi. Və 1975-ci ildə o vaxt Leningrad idi, indi Sankt-Peterburg'dur. Vladimir Yaxuntov adına tələbələrin bədii qiraət müsabiqəsi keçirilirdi hər il. Və mən də hazırlaşdım. Məktub gəlmişdi, daha doğrusu dəvət olunmuşduq. Mən də müsabiqədə iştirak elədim və buradakı müsabiqədən keçdim və məni göndərdilər Leningrada. Orada da uğur qazandım, laureat oldum bədii qiraət üzrə. Və ondan sonra da həyatım bu institutla bağlı oldu. Bədii qiraətə meyilli olduğuma görə və səhnə danışığından mən də müəllim kimi qəbul elədilər. Və bu 45 ili də, bu ömrü də tələbələrimizə verdik. Siz rəhmətlik tələbəliyə başlayanda Müxlis müəllim sağ idi, Allah rəhmət eləsin. Müxlis müəllim sağ idi, amma dərs demirdi. Amma təbii ki, onun yaradıcılığı, onun müəllimliyi sizə tanış idi. Sözsüz, Müxlis müəllim bədii qiraətçi kimi hamının sevimlisi idi.
Həm də o aktyor kimi də, kino aktörü kimi də neçə filmlərdə çəkilmişdi. Gözəl cəlb edici səsi vardı, gözəl diksiyası vardı, gözəl ifası vardı. Allah rəhmət eləsin. Çünki poeziya elədir ki, poeziya ilə dava eləmək olmaz. Poeziyanı sevmək lazımdır. Oradakı fikirləri, hissləri yaşamağı bacarmalısan. İndi biz də çalışırıq ki, müəllifin yazdığı, yaratdığı o fikirləri, hissləri özümüz eləyək. Onun üçün biz öz fikirlərimizi, hisslərimizi tapıb onlara yanaşı qoymalıyıq ki, tamaşaçını inandıra bilək. Əgər tamaşaçı görsə ki, mən yalan danışıram, o inanmayacaq ifaçıya. Və elə ağırlı tamaşaçılarımız var. Şükür Allah ki var. Siz gələndə sənət müəlliminiz, daha doğrusu səhnə danışıq müəlliminiz Əzzağa müəllim onda hələ təzə qutarıb gəlmişdi Moskvadan. Sonradan da uzun illər həm də sən kafedranın müdürü idi. Kafedra müdürü işlədiyi sonra. Yeganə andı ki, səhnə danışığı haqqında samballı bir dərslik yazıb qoyub. Sağ olsun. Düz ondan qabaq da dərslik var idi, amma çox zəif dərsliklər idi. Əzzağa müəllimin Moskvada oxumaq, o mühitdə gördüklərini, qazandıqlarını gətirdi İncəsənət İnstitutunda da ortalığa nəsə qoydu. İndi biz onun yazdığı həmin dərs vəsaitindən istifadə edirik, səhnə danışırıq, kitabından istifadə edirik. Dərs əlavə bir dərslik, metodik vəsait filan. Yəni elə uzun illər o dərsliklə kifayətlənib kafedra, ya necə? Yox, indi hər an məsələn metodik göstərişlər var. Məsələn, mənim özüm metodik, neçə metodik göstərişim var. Burada yuxarı kurslarda şeir üzərində necə işləmək lazımdır, mikrofon qarşısında necə işləmək lazımdır. Var, metodik proqramlarımız var, məqalələr var. Bu sənət əsas belədir ki, sən özün yaradırsan hər şeyi, sən özün axtarırsan hər şeyi. Mətn üzərində iş prosesi ən çətin proseslərdən biridir. Nəfəs üzərində iş prosesi ən çətin proseslərdən biridir. Səs üzərində iş prosesi, yəni bunlar hamısı, bu bölmələr ki var ki, nəfəsdir, səsdir, diksiyadır, mətn üzərində iş prosesidir. Bunlar həqiqətən gərək bunların üzərində iş prosesi illərlə olsun. Birdən-birə bunları əmələ gətirmək, yaratmaq çox çətindir. Təcrübə lazımdır. Görürsən ki, bir şeiri, məsələn, bu illər bu cür söyləmsən, gələn tamam başqa cür. Yeniliklər çıxır ortalığa, başqa fikirlər çıxır ortalığa. Ona görə həmişə gərək bu sənət inkişafda ola. İnkişafda olmasa mümkün deyil. Həm də bu, belədir ki, seçdiyin mətnlər də tamaşaçının gərək ruhunu oxşaya bilər. Seçdiyin mətn sənin bir ifaç kimi daxili aləmin nədən ibarət olduğunu, mahiyyətini, əqidəni, vətəndaşlığını, şəxsiyyətini, ləyaqətini göstərən mətnlərdir. Əgər elə mətnlər yoxdursa, tamaşaçı səni sevə bilmir. Və sən nə qədər nəzəri cəhətdən silahlansan da, yəni işə yaramır. Bilirsiniz, bu iş belədir ki, əldə elədiklərinin tamaşaçı ilə bölürsən və tamaşaçı da ya razı qalmalıdır, ya da narazı. İnsan elə eləməlisən ki, tamaşaçı sənin ifandan razı qalsın. Bax, bu məsələlər, razı qalman yolda nədən keçir? İstedaddan, səmimiyyətdən. Bəli, onlar əsas məsələlərdir, həm də və o necə enerjindən yüklənib çatdırılmaqdan. Sənətin texnikasını dərinliyi öyrənməkdən ibarətdir. Gərək seçdiyin müəllifin özü sambalı müəlliflərdən olaraq hər müəllifə müraciət eləmək çətin məsələdir. Çünki elə şeirlər var ki, aktyorun inkişafına heç bir xidməti yoxdur. Amma elə şeirlər də var ki, elə poemalar var ki,
elə hekayələr var ki, aktyorun yetişməsinə, inkişafına çox böyük xidmət eləmiş olur. Klassiklərimiz var, müasirlərimiz var. Və mən də həmişə çalışıram ki, işlədiyim tələbələrin seçdikləri mətnlər o samballı olsun, o yük olsun, o ağırlıq olsun. Bir də görürsən, tələbə gedir, elə mətin gətirir ki, deyirəm, axı, burada sənin götürdüyün mətində nə var, sən nə başa düşürsən, nə üçün götürmüsən, nə səbəbə götürmüsən, bunun sənə xeyri nədir? Bəzən qalır belə, heç nə deyə bilmir. Çünki bunlar yox. Amma bəzən də görürsən ki, ağıllı tələbə, yaxşı tələbə, işgüzar tələbə, deyir, bax, budur. Görürsən ki, müraciət elədiyi mətnlərdə hansısa sənətin sirlərini öyrənmək üçün nələrsə var. Bu aktyorun yetişməyi demişkən, siz o fikri qəbul edirsinizmi ki, aktyor teatrda yetişir də, yəni burada ona nə qədər tədris düzgün də aparılsa, o da nə qədər məsuliyyətlə çalışsa, istedadlı da olsa, amma onu deyir, o balıq dəryada yetişər, aktyoru da yetişəcək mühit. Kino ilə bağlıdırsa, film çəkildiyi filmlərdir, teatrla bağlıdırsa, səhnədir. Evet. Çünki mən bu sözü nəyə görə deyirəm? Bu yaxınlarda mənə bir rejissor deyir ki, tamaşamıza baxışa gəlib qəbul edəndə Azəri nümayəndəsi deyir, aktyorlarımız, niyə aktyorlarının çoxsunda danışığında qüsur var? Səslərdə filan da deyirəm. Mən də deyirəm ki, axı, bunu birinci oradan düzəltməli idilər, yəni tədris müəssisəsindən də universiteti bitirib gəliblər, İncəsənət Universitetini. Sizin dediyiniz bu gənclər hamısı ali təhsilli aktyordur. Mən o fikirlə tam razılaşmadım. Niyə? Çünki əgər oradan tam mükəmməl formalaşıb gəlmişsə, onda teatr nəyə lazımdır? Aktyor hər halda teatrda yetişir. Düzdür, bunlar bir-biri ilə bağlı məsələdir. Yəni ki, o demək deyil ki, oradan defektli, qüsurlu yola salına, hamısı orada cilalanacaq, düzələcək. Burada müəyyən qədər artıq bir formalaşmalıydı ki, orada da tam, necə deyirlər, cilalansın. Sözsüz. Yəni bu məsələni siz necə görürsünüz? Siz İncəsənət Universiteti istedad vermir axı. Hayso. Müəllim tələbə istedad vermir. Müəllim tələbə istiqamət verir. Nəfəs məşğələsini bax, bu cür eləmək lazımdır. Yəni nəzəri baxımdan onu öyrədir. Bunları, bu texnikanı öyrədir. Evet. Bu texnikanı indi kimsə yaxşı öyrənir, kimsə gecəsin gündüzünə qatır, hər gün çalışır. Çünki bu hər gün məşq eləməlidir. Mən məsələn Moskvada, Leningradda kurslarda olmuşam da Sovet dövründə göndərirlər kurslara. Biz orada gedirdik, 2 ay, 3 ay qalırdı. Tələbələr gecə-gündüz işləyirdilər. Hər bir səs üzərində, hər bir söz üzərində, nəfəs üzərində, diksiya üzərində. Gecə-gündüz çalışırdılar. Bizdə də olur, məsələn, belə tələbələr, məndə indi elə tələbələrdən var, bəziləri işləyirlər. Məsələn, birinci kursda deyirdin ki, bu adam danışa bilmir. İndi görürüm, ikinci kursda artıq səs nə qədər inkişaf edib, diksiyası. Səslər var ki, düzgün tələffüz eləyə bilmirdi, cığ-cığını, indi artıq onları düzgün tələffüz edir. Sözə münasibət əvvəl birinci kursda necə idi, indi necədir. Bu texnikanı öyrənməlidirlər və hər gündə bunu inkişaf elətdirməlidirlər. İndi məsələn bizdə elə xalq artisti var, həqiqətən düzdür, danışmağı bilmir. Niyə üçün? Moskva teatrlarının aktyorları tamaşaya çıxmamışdan yarım saat, 1 saat qabaq gəlirlər, məşq edirlər. Səsin qurur, diksiyasını qurur, nəfəsin qurur. Tamaşanı oynamamışdan əvvəl. Görün bizdə elələri var mı? Yox. Yox. Və qaça-qaça gəlir ki, mənim yerim çatdı, kirim çıxıb səhvi. Özdə yox. Ona görə, yaxşı bir məndə məsələ məsələn elə tələbələr olub, həqiqətən. 4 ildən sonra mən onu tanımadım. Səs üzərində necə işlədim? Diksiyası üzərində. Mən o bir kəlmə danışırdı birinci kursda. Mən heç nə başa düşmürdüm.
Hazırda çalışıyor vardınız. Bu dediğin zaman. Qurtarıb gedibdi. Mesela benim tələbələrim ikisi Leningradda 90 neçənci ildə, 90-ın əvvəllərində idi. Bədii qiraət üzrə həmin müsabiqədə birinci yeri götürdülər. Hansı ki deyirdilər ki, birinci yeri almanlara verəcəklər. Mahirə Qayıbova, bir də Mehbarə Mürsəlova. Qaravəlli ilə çıxış elədilər onlar. Eyni söz, eyni hərəkət, eyni oxuma. Yəni, hər şey sinxronlayıb. Bütün orada oğlanlar valih olmuşdular, onların çıxışlarına, bu qızların çıxışlarına. Hamı deyir ki, Almanlara birinci yeri verəcəklər. Amma qutarandan sonra münsiflər bunları təqdim elədi birinci yeri. İndi Mahirə xanım düzdür, Türkiyədə çalışır, Mehbarə artıq bu sənətdə yoxdur. Amma işləməklə, onlar gecə-gündüz o 2 ayı çalışdılar və özlərini sübut elədilər ki, bax biz nəyə qadirik, nəyin sayəsində? İşləməyin, çalışmağın. Ona görə indi az-az tələbələr var ki, həqiqətən öz üzərlərində işləyirlər. Və mən həmişə deyirəm, mənim tələbəm yaxşı danışmasa, səsi, nəfəsi qurulmasa, mən ona qiymət yazmıram. Ya deyir, mən çıxıb gedirəm, bu sənətdə qalmayacam, deyirəm, onda yaxşı olar sənə qiymət yazmıram. Amma teatra gedəcəksən sən gözəl danışmağı bacarmalısın, gözəl səsin olmalıdır, gözəl diksiyan, nəfəsin olmalıdır. Bunlar yoxsa sənət teatrda əgər sən seçilə bilməyəcəksən, getməklə. O sıradan biri olacaqsansa, getməklə. Seçilmişlərdən olacaqsansa, onda işləməlisən, çalışmalısan, getməlisən. Bu mənada 40 il əvvəlki tələbələrlə, indiki tələbələrin arasında nə fərq var? Çox böyük fərq. Çox. O vaxt həvəs, istək tamam başqa idi, indi tamam başqadır. Təbii ki, nəticədə ona görə başqa idi də. Yəqin də ona görə. İndi hanı lap belə son dövrlərimiz, səvəndlərimiz anı, yaşarımız anı. Yəni o gözəl diksiyası olan sənətkarlardır. Səvəndlər danışanlar. O səslər yoxdur artıq. Ne üçün yox? Özlərimizə işləmirik, çalışmırıq. Teatrda da görünür, tələb eləmirlər də. Yəni, tamaşanı qoyur rejissor, ancaq səsdən çox, onun danışığından çox oyununa fikir verir. Yəqin əsas istiqamət kimi onu götürürlər. Oyunu da o effekt. Məsələn, hərdən tələbələr tamaşalara gedib baxıb gəlindir ki, bəs Nadir Məvxalq artisti ikinci sıradan biz onun səsini eşitməyib, nə danışır. O xalq artisti görək, sən nümunə olasan, nümunə olmağı bacarasan. Senin bizim müəllimimiz vardı, rəhmət Həsən Rasalayev. Şüşədə bir yerdə gedəndə hamı dönüb ona baxırdı. Nəhəng. Səsi, diksiyası. Həm də mərd insan. Dünən rəhmətliyin bir filmdən fragmentdə səsini eşidirəm. Necə gözəl, təmiz səsi. Çox gözəl. Çox. Hani indi elə sənətkarlar? Bu vaxt Ələddin Abbasovun ifasını o səsləndiriblər. Necə gözəl. Bilməyən adam fikirləşər ki, yəqin elə Ələddin Abbasovun öz səsidir. Ələddin Abbasovun səsi də özünə görə maraqlı səsi idi. Amma o rol üçün Yusif Əliyevin səsləndirdiyi rollar. Nəhənglərdir, bunlar nəhənglər, hamısı nəhənglərdir. Həqiqət. Adam indi onları fikirləşdikcə və onları tələbələrə dedikcə deyirsən ki, bax, belə sənətkarlarımız olur biz. Sizin yetirmələriniz arasında bir xeyli sayda xalq artistləri, əməkdar artistlər. Firəngiz Mütəllibova, mən dərs demişəm, Bəstə xanım, Cəfərova, rəhmətli İlham Əskərov, onlar bir qrupdaydılar. Sizin ilk tələbələrinizdir də, belə deyək. İlk tələbələrim, ilk dəfə mən İsmail Dağıstanlı ilə bir yerdə onlara dərs demişəm. Siz onun asenti kimi? Asenti kimi, yəni o vaxtı başlamış o şeylər.
Yadigar Muradov da sizin. Yadigar Muradov. Azad Şükürov diye de onda okuyurdu da. Yo, Azad ondan aşağı gruptu. Hı. O aşağı gruptu. Yadigar Rəstigillə oxuyub, Yadigar. O vaxtı həvəs vardı. Hər gün səhər saat 8-də tələbələr gedirdik bulvarlara, qaçırdılar, səsi vururdular, nəfəsi vururdular. Hamı gəlirdi. Mən onu çox eşitmişəm. Hər gün İndiki tələbələrdə belə bir istək olub, belə bir təşəbbüs olub. Yox, yox. Yaxud siz özünüz belə bir təşəbbüs... O vaxt mən onu özüm irəli sürmüşdüm. Uşaqlar da gəlirdilər hamısı. Bəs indikilər? İndikilər yox. İndikilər, yəqin onunla bağlıdır ki, qabaq yaxın idi. Dənizin qırağına yaxın idi, Malakan bağında gedib gəlmək asandı idi. İndi biraz uzaqdır. Burada həyətdə olur, qaçırlar, edirlər ki, biraz o fiziki cəhətdən özlərini möhkəmləndirsinlər. O vaxtı gənclərlə indikilər arasında da çox fərq var. Fiziki cəhətdən çox zəifdilər. Qabaqki uşaqlar çox möhkəm idilər. Əsas fəaliyyətiniz ki, müəllimliklə bağlı olub. Müəllimlik biraz elə bir belə deyək də, sanki şan şöhrətdən sanki uzaq salır adamı. Sözsüz. Biri var, siz səhnədə olaydınız, biri var, filmlərə çəkiləydiniz, yaxud daim... Bəlkə də mənim səhvlərimdir, nə bilim, bəlkə. Ola bilər. Amma buna heyfslənməmişsiniz. Bəlkə də heyfslənmişəm. Hər halda nələrdəsə səhvlərim olur. O səhvlər insanı bəzən kədərləndirir. Tələbələrim müsabiqələrdə iştirak edir. O birinci, ikinci, üçüncü yerlərdəki mənim tələbələrim yerişini götür. Elə bir kərə mən teatrda işləmişəm. Və onunla fəxr edirəm. Bizdə elə müsabiqə olur ki, hamısında mənim tələbələrim yer götürür. Bundan kim sevinməz? Əlbət. Kim fəxr eləməz? Yox, Allah'a şükür siz səhnə danışıq müəllimi kimi sayılıb seçilirsiniz. Artıq bir gün deyil, 2 gün deyil, necə deyil, 1 il deyil. Amma mən həmişə sözün doğrusu özüm fikirləşmişəm ki, sizin misalınızda, yəni sizin şəxsinizdə bəlkə də teatrımız bir aktyor itirib. Amma vəzində bizim universitetimiz qazanıb da, yaxşı bir müəllim qazanıb. Düzdür, indi ümumən səmimi danışsaq, bugün aktyorların səviyyəsindən sanki ümumi deyirəm, tamaşaçılar narazıdır ki, keçmişdəki aktyorlar, o səviyyədə aktyorlar yoxdur, o istedadlar yoxdur. O cür danışıqları biz efirdə, səhnədə eşitmirik. Həm o səsləri, həm o cür düzgün tələffüzləri, o texnikanı görmürük. Müəyyən mənada şəxsən mən fikirləşirəm ki, bundan razılaşmaq lazım gəlir. Çünki biz deyə bilmərik ki, tamam haqsızdılar. Ümumən görürsən ki, doğrudan da mənzərə belədir. Hərçənd ki, siz çalışırsınız, siz yəni bacardığınızdan necə deyərlər? Yenə mən sevinirəm ki, o içərilərində haradasa fərqlənənlər var. Onlar mənim tələbələrimdir. Ona sevinirəm. Ondan təsəlli tapıram. Ki, heç olmasa, bax, bunlardan fərqləndi bu. Amma istəsiydi daha çox fərqlənə bilərdi. İşləsəydi daha çox fərqlənə bilərdi. Çünki artıq bunun yolu qoyulur. O istiqaməti bilir. Yəni ondan sonrası özündən asılıdır. Sonrası əlbəttə özündən. İndi o dövrdə, bax, mən biraz əvvəl dedim, o rejissorla müəyyən mənada fikirlərimiz üst-üstə düşmədi. Deyirəm, yox, əgər institutla hər şey düzəlirsə, siz necə fikirləşirsiniz? Bəyəm Şahmar Ələkbərov, Səməndər Rzayev, indi o nəsil aktyorları deyirəm də. Bunlar hamısı Həsən Əvluc, elə ancaq universitetdə formalaşmışdılar. Yox. Onlar deyirəm, o mühitdə formalaşmışdılar. Çəkilişdə, səhnədə. Deməli, burada rejissordan çox şey asılıdır. Yəni, siz istəyirsiniz ki, üzərinizə elə bir məsuliyyət yük düşməsin, ancaq elə ondan tamaşanı qurasınız. Ta onu, yox, bunu düzgün tələffüz elə, onu düzgün tələffüz elə. Bəlkə də mən müəyyən mənada haqsızam, amma... Yox, bax, birisi, məsələn, Ələsgər Ələkbərovu götürür, o dövrün aktyorlarını götürür. Onlar heç bilmirlər səs, nəfəs, diksiyəni. Amma romantik teatrın aktyorları idi onlar. Klassik əsərlər, takilab belə
Hüseyin Cavid, Shakespeare, ondan sonra Schiller, ne bileyim Dostoyevski, ne bileyim o Çekhov. Bunlar hamısı klassik əsərlərdə oynayan aktyorlardır. Bunlar hər gün bu məşq olub bunlar üçün. Bu aparat işləyib onlar üçün. Monoloqlar olub. Bəli, bəli. Nə qədər sözlər olub. İndi hərə bir kəlmə deyir. O vaxtı bir nəfəsə nə qədər əzbərdə sözlər deyilirdi. Monoloqlar deyilirdi. İndi deyirlər ki, biz onlar kimi danışa bilmirik. Deyirəm, onlar gecə-gündüz məşq edirlər. Tamaşada oynayırlar, artıq məşq edirlər. Və inkişaf vardı. Barat Şakinskaya ali təhsil almamışdı ki, Yusif Vəliyev ali təhsil almamışdı ki, Barat xanım deyirdi ki, mən Kazım Ziyanın müəllimi hesab edirəm də. Yəni Kazım Ziya da ona bilavasitə indi siz keçən kimi tədrislə məşğul olmayıblar. Yox, yox. Baxıblar, indi müəyyən şey məsləhətləşiblər, yəqin müəyyən şeyləri soruşublar ki, necə tələffüz edək, necə işləyək mətnlə. Amma deməli, mühitdə formalaşıblar da bunlar. Bəli, mühitdə formalaşıblar. O mühitdə inkişaf edib. Yusif Vəliyev teatr texnikumi bitirmişdi, şali təhsili yox idi. Amma baxırsan, dəhşətə gəlsən, aktyorun böyüklüyü. Özdən ən çox maraqlı olur ki, o nəsil aktyorların içində Yusif Vəliyev o pafosla danışmırdı, onlardan seçilirdi. Yusif Vəliyev o 60-cı illərin nəsli ki gəldi, Turabov, Səməndər, Şahmar, Hamletlər, Urfanov, Aysov, sanki elə bil o tamam realist məktəb deyək də və Hayküydən uzaq bir səs danışıb. Yusif Vəliyev maraqlıdır ki, onlardan əvvəlki nəsil idi, hətta bəzilərinin atası yaşında idi. Amma elə bilirdin ki, bunlarla sanki bir dövrdə gəlib teatra, çox maraqlıydı. Amma Yusif Vəliyev dövrünün aktyorları, o dediyimiz romantik məktəbə mənsub idilər. Çox maraqlı oldu sizinlə söhbətimiz və elə bir vaxtda da təsadüf edir ki, indi sizin artıq 70 yaşınız tamam olur. Bilmirəm, 70 yaş. Çoxdur, azdır, necə gəldi, keçdi. Ümumiyyətlə, yaş sizi, yaşla bağlı ümumiyyətlə sizin, belə deyək, baxışınız, münasibətiniz necədir? Yaş həm bir hesabatdır və üstəlik elə bir adamın yadına salır da ki, nəsə getdi, nəsə qaldı. Eləmədiklərim yandırır məni. Çox şeylər eləmək olar. Mən onları eləyə bilmədim. Bilərəkdən ya bilməyərəkdən? Yəqin ki, insan bilməyərəkdən eləyir. Bilərəkdən eləsəydi, Allah pis olardı. Yəni buna sizcə macal olmadı, ya tənbəlliyə imkan vermədi, ya həvəs, ya belə deyək, etinasızlıq, nə səbəb oldu? Sir kimi qalsa daha yaxşıdır. Amma bütövlükdə bu yaşanmış ömrə görə özünüzü rahat hiss edirsiniz. Sən Azərbaycan televiziyasındakı o çıxışların məni bütün Azərbaycana tanıtmışdı. Mənim üçün hər yerdə bir ev vardı, dost vardı, əziz vardı, istəkli vardı və mən həmişə bu cür qarşılayırdılar. Yəqin ki, bunların da mənə zərbələri oldu. Bir qədər ev arxayınlaşdırdı sizi. Yəqin orada şöhrətpərəstlik. Mən belə başa düşürəm. İndi də onu başa düşəndə adam biraz dəhşətə gəlir. Və bu 70 yaşın zirvəsinə fəxratsız gəlib çatmaq da sizi yəqin eşinə kədərləndirmir, heyfləndirmir. Heç onu haqda fikirləşmirəm. Heç düşünmək istəmirəm o barədə. Allah ömür versin. Mənim fəxri adlarım tələbələrimdir. Əgər onların soraqları yaxşı gəlirsə, onları yüksək qiymətləndirirlərsə, bədii qiraətçi kimi, bir müəllim kimi, bu mənə daha çox xoşdur. İnşallah Nəsə? Bundan sonra da belə olur. Qoyub yaratdıq, yetişdirdik. İnşallah ki, bundan sonra da belə olar. Görək, sağlıq olsun. Təşəkkür edirik. Çox sağ olun. Bir deyəcəyiniz qaldı. Mən də sizə təşəkkür edirəm, vaxtınızı, gününüzü sərf elədiniz. Mənim bu günümə minnətdarım.
Əziz izləyicilər, belə ilə söhbətimiz sona yetir. Verilişlərimizə baxmağı, bəyənməyi, fikir və təkliflərinizi yazmağı unutmayın. Sağ olun, Allah amanında. Gah qurur, yaradır, gah da söktürür. Gözü gah güldürür, gah yaş töktürür. Quzuya şir kimi nərə çəkdirir, şiri quzu kimi mələdir həyat. Qəmə sevinc qatır, verdiyi nəşəd əzabdan betər kürçaylı. Bu gilə şikayət yetər, əzəldən belədir. Belədir.